Məhəmməd Əmin Rəsulzadə bir dəryadır. Bir dəryadır, bir böyük deyək ki, okeandır. Biz onu öyrənməliyik və gələcək nəsillərimiz də öyrənəcək. Öyrəndikcə də bir 100 illik, bəlkə də 150 illik bizim ideyamızın məhvəri Məhəmməd Əmin Rəsulzadənin fikirləri və ideyaları olacaqdır. Bunun başqa yolu yoxdur. Yəni bu başqa yolu yoxdur, yəni bu cür yaradılıbdır. Tanrı bu adama çox böyük şərəf, çox böyük yüksəklik, istedad veribdir. Məhəmməd Əmin Rəsulzadə ona görə peyğəmbərانə bir kişidir ki, bir bayraq yaradıb, bu bayraq Azərbaycan xalqı, bu Azərbaycan türkləri durduqca yaşayacaqdır. Və biz sevinirik ki, bu bayraq indi Azərbaycanın güneyində hələ ki sandıqlarda, boğçalarda saxlanılır, öpülür və onu bəzən sandıqdan çıxardıb ağlayaraq öpüb qoyurlar sandığa. Və bir zaman gələcək, biz dediyimiz kimi o bayraq orada dalğalanacaq. Məhəmməd Əmin Azərbaycanı bütöv həmişə ruhunda saxlamışdı. Məhəmməd Əminin həmin vaxtda eyni ilə, deyək ki, dostum, yoldaşımı və söhbət elədiyi, bu fikrə düşdüyü adamlardan birisi Şeyx Məhəmməd Xiyabanidir. Və bu iki şəxsiyyət Azərbaycanın bütövlüyündə ilk dəfə fikir söyləyən adamlar olublar. Və o zaman Azərbaycanın vahid xəritəsi çəkilməyə başlayıb. Çox təəssüf, Allah şeytana lənət eləsin. Rus imperiyası bir şeytan kimi gəlib bu işin başa çatmasına imkan vermədi. Biz o yolu yenidən başlamışıq və bu yolu gedəcəyik. Bu yolu iki böyük dahimiz Şeyx Məhəmməd Xiyabani ilə Məhəmməd Əmin Rəsulzadə qoyubdur. Biz o yolu gedəcəyik. Axırda da elə o fikirlə də sizdən ayrılıram. Orada bir yol var uzaqda. O yol bizim yolumuzdur. Dönməsək də, varmasaq da o yol bizim yolumuz. Sağ ol.